evlərinizi qəbirstanlığa çevirməyin. Hədisdir ya. Necə deyir? Quran oxumasınız, evləriniz qəbirstanlıq olar. Qəbirstanlıqda kim yatar? Ölü yatar da. Yəni demək istəyir, Quransız evdəkilər ölü bax. Xəbərləri yoxdur. O görsən təlqin edirlər ha meyidi. Qoyanda qəbrə, gərdən gələ belə şeylər baxsın. Bəzi adamlar qorxur baxmaq istəmir. Bax da bunu gör heç olmasa bir iki dəfə. Sənə də mənə də belə eləyəcəklər. Sən Allah mənə ölümdən danışma, qorxuram. Danışma, öləcəksən də. Orada gəlirlər, neyinlər? Adı çəkiləndə meydə nə deyirlər? Deyirlər, innəl mautu haqqun. Ölüm haqdır ya, yəni ölmüsən. Xəbəri yoxdur. Elə bilir yuxuda, adam hərdən yuxuda bilirsən, ha görsən, yuxuda görürsən ölmüsən, amma bilirsən ki, yuxudur. Bəzi insanlar bilmirlər ölən kimi ölüblər. Ayılırlar ki, gedəndə ayılır sanki insanlar ki, ölüb. Vururlar bunu ki, innəl mautu haqqun. Sanki ruhuna vururlar da belə vurmaqla. Çünki ruhla bədənin ki bir xüsusi əlaqəsi olub, bədənə vurmaqla sanki ruhu silkələyirlər. Ölmüsən, nəsən?